Bugünkü mövzumuz həndəsənin əfsanəşidir. Baxaq bu mövzuda hansı suallar yeni əlavə olunub. Birinci bölməsində 13-cü sualdan başlayırıq. Şərtdə deyir AC parçası SB parçasından 20% böyükdür. Deməli, mən buna x desəm, bunu tapmaq üçün 20% böyük, bunun 120%-ni tapacam. Olacaq 1,2x. İndi mənə deyir ki, SB 25-dir və sizdən AB-ni soruşur. AB x ilə 1,2x-in cəmidir. Yəni 2,2x-dir. Deməli, mən 25-i vurmalıyam 2,2-yə, yəni 10/22-yə. 11, 5. 5 ilə də 25, 5. Cavab olacaq 55. Yəni ki, C variantı. Sonra baxırıq misal nömrə 15-ə. Deyir, AC bölünsün AB 2/3 nisbətindədir. Deməli, bura 2x-dir, bura 3x-dir. AC bizdə bölünsün AB-ni istəyir. AB bütövdür. 5x. Cavab olacaq 5/2, yəni 0,4. O da olur sizdə D variantı. Sonra baxırıq ikinci bölməsinə. İkinci bölməsində 6-cı sual. Deyir, beta kör bucaqdır, qamma açıq bucaqdır. Açıq bucağın konkret dərəcə ölçüsünü bilirsiniz ki, 180 dərəcədir. Yəni, qammanın yerinə 180 qoyacaq. Beta kör bucaqdır. Kör bucağın dərəcə ölçüsü 90-dan böyük olur. 180-dən də kiçik olur. Və mənə şərtdə deyirsə, alfanın ən böyük qiymətini tapın. Deməli, mən betaya ən balaca qiymətini qoymalıyım. Ən balaca da 91 ala bilər. Qammaya da 180 qoyanda bu ikisi eləyir 271. 300-dən çıxacam 271-i, cavab olacaq 29 dərəcə. Yəni A variantı. Növbəti baxırıq 7-yə. Deyir, AOB kör bucağının AC tənbələni, onun dərəcə ölçüləri 2x + 3y, 8x çıxılsın 6y olan iki bucağa ayırır. AOB bucağının ala biləcəyi qiymətlərin cəmini tapın. Əgər mənə şərtdə deyirsə tənböləndə, tənbölən bucağı 2 bərabər hissəyə bölür. Yəni bu, buna bərabər olmalıdır. 2x + 3y bərabərdir 8x çıxılsın 6y. 3y-in üstünə 6y gəlsəm 9y, 8x-dən də 2x çıxsam 6x. Olacaq 3y bərabərdir 2x. Qalasaq y 2k-dır. X də olacaq 3k. Düzdürmü? İndi 2k ilə 3k-dır və mən bu bucaqlardan birini tapmaq istəsəm, gətirib yerinə qoyuram. 2 vurulsun 3k, üzərinə gəlinsin 3 vurulsun 2k. Alıram 12k. Əgər bu 12k-dırsa, tənbələn olduğuna bu da 12k-dır. Yəni, alacam 24k. Və mənə şərtdə demişdi ki, bu 24k kör bucaqdır. Yəni, bu 24k 180-dən kiçik olmalıdır, 90-dansa böyük olmalıdır. İndi bu aralıqda hansı ədədlər ola bilər, onu yazaq. 24-ü 4-ə vuranda başlayacaqsınız 96-dan. Əlavə səhifə. Deməli, başlayacam neçədən? 96-dan. 96, sonra 24-ü 5-ə vursam 120, 24-ü 6-ya vursam 144, 24-ü 7-yə vursam 168. Bunların da cəmi 528 edir. O da olacaq sizdə D variantı. Düzdürmü? Sonra baxırıq misal nömrə 8-ə. Şərtdə mənə deyir ki, OC şüası 120 dərəcəyə bərabər olan AOB bucağını 7-8 nisbətində bölür. Deməli, deyəcək biri 7k-dır, biri də 8k-dır. Cəmi 120-dir. Onda 15k bərabərdir 120-yə. Onda k-nı neçə alacaq? Biz 8. Deməli, biri 56-dır, biri isə 64-dür. İndi 2 versiya var. Biz bilmirik hansıdır. Çünki uyğun olaraq demir. Yəni, demir birinci, ikinci. Bu söhbət deyil. Birinci halda deyirəm ki, 56 bura bütövdür. Onda bu 28 bölünəcək. Bura olacaq 64. Onda 64-dən 28-in cəmini tapacaqsınız. Bu olacaq sizdə 92. İkinci halda deyəcəm, bura 64-dür, 32 bölünür, bura 56-dır. Onda 56 ilə 32-ni toplayacaqsınız, olacaq 88. 92-dən də 88-i çıxanda cavab olacaq 4 dərəcə. Sonra növbəti 17. Və mənə yenə deyir, tənböləndir. Prosta burada bir məsələ var. Tənböləndirsə, bu bütöv 90 dərəcədir. Bu da yarı bölür, bu da yarı bölür. Yəni, bunları siz toplasanız, 90-ı yarı bölməlisiniz, olmalıdır 45 dərəcə. Düzdürmü?
Deməli, bunların cəmi bizdə nəyə bərabərdir? 45-ə. Bunları toplayanda olur 5x + 4y. Bərabərdir 45 dərəcə. Birinci tənliyimiz məlum məsələ. İkinci tənlikdə iki versiya var. Birincidə bundan bunu çıxıram. Deməli, 3y-dən y çıxanda 2y, 2x-dən də 3x çıxanda -x bərabərdir 5 dərəcə. Deməli, nə edəcəm? Aşağını -2-yə vursam, -2-yə vuranda olacaq 2x çıxılsın 4y bərabərdir -10. Sonra bununla bunu toplayıram. 4y-lər gedir. 5x-dən 2x olur 7x. 45-dən də 10 çıxanda 35. Deməli, x 5-dir. X 5-dirsə, x-in yerinə gətirib 5 qoyanda, məsələn, burada y-də 5 qalır. Deməli, y-də 5-dir. Bu halda cəm olacaq 10. Bu bizim birinci versiyamız. İkinci versiyanı da buradan yazaq. Yenə bunların cəmi 45 dərəcədir. Yazıram 5x üstə gəlsin 4y bərabərdir 45 dərəcəyə. Bu dəfə isə bundan bunu çıxacam. Çıxanda nə baş verir? 3x üstə gəl y-dən 2x üstə gəl 3y çıxıram. 3x-dən 2x çıxanda qalacaq bizdə x. Y-dən də 3y çıxanda -2y bərabərdir 5 dərəcə. Bunun hər tərəfini 2-yə vursam, olacaq 2x çıxılsın 4y bərabərdir 10-a. Bunlar gedir. 7x bərabərdir 55. X alıram 55 bölünsün 7. Düzdürmü? X aldım 55 bölünsün 7. İndi x-i yerinə qoyuram. Olacaq 2y bərabərdir 7-də 55 çıxılsın 35. 7-dən 5-ə vurdum. 20 böl 7. Deməli, y 10 böl 7-dir. Bunların cəmi olacaq 65 böl 7. Və ən son 10-la bunu toplayıram. Bayaq 10 almışdıq axı cəmi. O 10-dan. O da olacaq 7-də 135. Cavabımız olacaq bu formada. Sonra növbəti keçək öbürü bölməyə. Üçüncü bölmədə baxırıq 7-ci suala. Deyir ki, düz xəttin kəsişməsindən alınan bucaqlardan 3-ü alfabetdə qammadır. Alfa 20 olarsa 2 beta üstə gəl qamma cəmini ala biləcəyi qiymətlərin cəmini tapın. Burada versiyalar nədir? 2 düz xəttin kəsişməsindən alınan bucaqlar ya bərabər olurlar, ya da cəmi 180. Birinci versiyada deyirəm ki, 3-ü də bərabərdir. Ona görə 2 vur 20 üstə gəl 20 yazacağım. Olacaq 60. Dəqiqə böyük səhifədə dənə-dənə yazaq, rahat olsun. Söhbət bu ifadədən gedir. 2 beta üstə gəl qamma. Birinci halda dedik bərabərdir. Oldu 60. İkinci halda beta 20 olaraq qalsın, cəm 180 olması üçün düzəri 160 olmalıdır. Bu olsun 160. Olsun 200. Üçüncü halda deyirəm ki, deməli, bu 160 olsun, bu birisi 20 olsun. 340. Dördüncü halda deyirəm ki, işte 160 olsun. Düzdürmü? İndi bu 4 halı toplayaq. Burada uşaqlar bunu götürə bilmərik. Deyil, niyə? Çünki 2 düz xəttin 2 düz xət kəsişəndə burada 3 dənə it alına bilməz axı. Ya ikisi kördur, əgər 20 alfadırsa. Qalan ikisi ya ikisi də kör olmalıdır, ya biri iti, biri kör olmalıdır. Ona görə bunları cəmləyəcəyik. Cavab olacaq 1020. Daha sonra baxırıq 8-ci suala. Deyir ki, qonşu bucaqların dərəcə ölçüləri 3a üstə gəl 2, 3a üstə gəl 4 nisbətindədir. Bunları qalayaq. Üstə gəl. Bu da toplasaq, hər ikisi k-ya vurulubsa toplaya bilərəm. Bərabərdir 180. 6-ya bölsəm. Buradan a üstə gəl 1-i tapsam 180 bölünsün k olur. İndi 180 yox, burada 30 olmalıdır. 6-ya böldük. İndi siz k-ya 1 versəz. 30-u 1-ə bölürəm 30. 30-dan da 1 çıxıram. A-nı alıram 29. K-ya 2 versəm 15. 15-dən 1 çıxıram A 14. K-ya 3 versəm 10.
Ondan 1 çıxıram A9. K'ya 5 versəm 6, onda A5 olur. K'ya 6 versəm A4 olur. K'ya 10 versəm A2 olur. K'ya 15 versəm A1 olur. Birdən balaca natural olmayacaq. Cavab olacaq 7 dənə. Sonra keçək 12-ci sual. Və buna oxşar tip ətraflıya gəlmişdi bu il. Birinci zonadır. Deyir alfa və beta 2 düz xəttin kəsişməsindən alınan qonşu bucaqlardır. Onda alfa ilə betanın cəmi 180-dir. Alfanı 20% azaldıramsa 0.8 alfa olur. Betanı 70% artıramsa 1.7 beta olur. Deyir yenə cəmi 180-dir. Mən neyinirəm? Yuxarı hələ ki qalsın. Aşağının hər tərəfini 10-a vursam. Belə bir şey alacam. Onda yuxarında -8-ə vuraq. Düzdürmü? Sonra tərəf-tərəfə toplayanda bunlar gedir. 9 beta bərabərdir 360. Betanı alıram 40. Cəm 180 isə alfa da olacaq 140. Qiymətləri istəyirdi. Biri 40-dır, biri isə 140. 4-cü bölmədə 9. Bax, bu il bloka gəldi birinci qrupların ikinci şansına. Bunları bizə 60 verib. Onda avtomatik burada 60'dır. 60'da çarpaz da 60'dır, çarpaz da 60'dır. Deməli, bu bərabər tərəfli 3 bucaqdır. Bu 31'dirsə, avtomatik bütün tərəflər 31'dir. Proyeksiya deyirsə, bir dənə perpendikular indirirəm. 60, 90, onda bura qalır 30. İndi bura 31 idi, 90'ın qabağı. Onda 30'un qabağı bunun yarısı, 15 yarım olacaq. A variantı. Növbəti baxıram 21'ə. 21'də tema nədir? Bura 60'dırsa, bura olacaq 120. Bunların cəmi olmalıdır 360. Roket qaydası. 2x üstəcə 3y. 120 də gəlsəm 360 olursa, deməli bu 240'dır. Sonra da mən buranı belə uzatsam, 2x isə burada 2x'dir. Bu da xarici bucaqdır, bu da xarici bucaqdır, bu da xarici bucaqdır. Cəmi 360 olmalıdır. Onda 4x üstəcə 120, 360. Onda burada x'i tapıram, 360'dan 120 çıxıram, 240, 4'ə böləndə 60. Onda bu 120, 3y, 240'dan 120 çıxanda 120, y 40. 3x üstəcə 2y istəyir, 3 vurulsun 60, üstəcə 2 vur 40. 180 üstəcə 80, cavab olacaq 260. Yəni D variantı. Gəldik bura, burada da yenə. Bax, bu üçünün cəmi 360 verməlidir. Bu üçünün də cəmi 360 verməlidir. Bunlar zaten bərabərdir. Onda bunların cəmi deyəcəm, bunların cəminə bərabər olmalıdır. Alfanın qiymətini burada verib. Üstünə gəlirəm 3x üstəcək 2y. Bərabər edirəm 4x çıx y. Üstəcək 7x çıx 3y. Deməli, 2x ilə 3x olacaq 5x, 3y ilə 2y olacaq 5y. 4x ilə 7x 11x, bu da mənfi 4y. Bu yana gələndə 9y, bu da bu yana gələndə 6x. 3y bərabərdir 2x. Deməli, onda y 2k'dır. X isə 3k'dır. Mənə deyirdi alfa 90'dan böyükdür. Alfa deməli 2x üstəcək 3y idi. Onda alfa bərabərdir. 2 vur 3k üstəcək 3 vur 2k. Yəni 12k. Bu 90'dan böyükdür. Yəni k 7 tam nə qədərsədən böyükdür. Yəni 8'dir. Cəm olur 5k. 5'i də 8'ə vuranda cavab olacaq 40. Keçək 4-cü bölməyə. Yox, burada yenə var. Yoxsa yoxdur. Bura 42 dərəcədirsə, onda burada 42'dir. Şərtdə deyirsə tənbələndə, onda burada 42'dir. 84, onda bura qaldı 96. NPY 96'dır. NPK bu buradır. Bu da 42'dir.
Çıxanda cavab olacaq 54. 28. Deməli, KD bucağını KD buranı verib 60 dərəcə. Onda burada 60-dır. Onda bu hissəyə qalır 30. BD 7.5-dirsə, 30-un qabağı 7.5 olanda bura bütöv bizdə olur 15, 90-ın qabağı. N'də 7-dir, onda bura qalacaq 8. İndi 90-ın qabağı 8 isə buradakı 30 idi. 30-un qabağı bu hissə olacaq 4. 33. 33-də birincisi, bunların cəmi verməlidir buranı. Bunları toplasam, olur 9x üstəcə 5y bərabərdir 6x üstəcə 5y üstəcə 18. Onda 3x 18'dir, x alaram 6. Düzdürmü? Bu belə. İkincisi, paraleli varsa, bu ziqzaqı görürsünüzsə, bunlar bir-birinə bərabər olmalıdır. Olacaq 3x bərabərdir 3y, yəni x y-ə bərabərdir. Düzdürmü? X y-ə bərabərdirsə, buranı tapsam, 6 tapmışam da, x də y-də də. 12 üstəcə 36 alaram 48. Düzdür? Bu 48-dirsə, yenə ziqzaqa görə, bu bucağa bərabərdir. Bu da bundan eynidir. Cavab olacaq 48. Növbəti burada 44. 44-də bizə nə deyir? 44-də bura 45 dərəcədirsə, ziqzaqa görə burada 45-dir. Bunları toplasam eləyəcək bizdə 150. Daha doğrusu 150 yox. 160. 160-dırsa, onda alfaya qalacaq 20 dərəcə. Gedək variantlara. Burada bizdə uyğun dərəcə Y variantı 45 dərəcə. Çünki bettanı verib tapmışıq 45 dərəcə. İkincisi baxıram bura. 75 ilə 50, 125. Onda burada qalır 55. 55 isə qabağı da 55-dir. Bu da bu itidir, bu çordur. Onda burada qalacaq 125. İndi gedək variantlara. 125-dən 55 çıxanda 70 edir. Biri getdi B variantı. Bir də betta 55-dir. Burada getdi C variantı. Düzdürmü? Sonra. Buranı belə uzadıram. Buranı belə uzadıram. 135 isə bura olacaq 45. Bura 100 isə burada 100'dür. 100 üstəcə 45. 145. 180-dən də 145-ə çıxanda qalır 35. Deməli, betta da 35-dir. Burada getdi A variantı. Bir də ki, başqa gedən varmı? Alfa çıx betta. Alfa bizdə neçə dərəcə olur? Bir dəqiqə əvvəldən baxaq. 360-dan çıxanda 135-i edir 225 dərəcə. Düzdür? Bettanı da tapdıq 45 dərəcə. Yox, 45 tapmadıq. Bettanı neçə tapmışdıq biz? 35. 225-dən də çıxıram 35-i, cavab olacaq 190. Deməli, həm A variantı gedir, həm də D variantı gedir. Və sonuncu 5-ci bölməsinə baxaq. Başlayırıq 3-cü sualdan. 3-cü sualda nə deyir? Deyir ki, alfa üstəcəl 2, betta üstəcəl 3 qammanı tapın. Burada birincisi alfa bettaya bərabərdir. Onda bettanın yerinə alfa yazdım. Olacaq 3 alfa üstəcəl 3 qamma. Düzdürmü? İkincisi də ki, alfa ilə qammanın, həm də betta ilə qammanın cəmi 180. Çünki biri itidir, biri körüdür. Buradan 3'ü çıxardanda alfa plus qamma qalar. Onda 180 qoyacağız yerinə. Cavab olacaq 540 dərəcə. 4-cü sual. 4-cü suala bayaq oxşarını yazdıq. İndi yeni yazaq. Eyni növlü deyirsə, uyğun tərəfləri paralel. Onda alfa bettaya bərabərdir. Birini 20% azaldıb, onda 0.8 alfa. Digərini 60% artırsaq, 1.6 betta. Uyğun tərəfləri paralel olan həm bir-birinə bərabər ola bilər, həm də cəmi 180. Bir-birinə bərabər götürsəm, alfa bərabərdir 2 betta alınır. O da yuxarıdakı şərti pozmuş sayılaram. O da olmaz. Ona görə də cəmi 180 götürürəm.
İxtisar aparaq 8-ə. Bərabərdirsə bunun yerinə beta qoysam 3 beta 225. Onda betanı alacam 75. Bərabərdirlərsə o biri də 75-dir. Cəm olacaq 150. Və ən son bu suala baxırıq. A B-yə perpendikulardır. C də D-yə perpendikulardır. Onda bu da 90 dərəcədir. Bu da 90 dərəcədir. Hər ikisi 90 dərəcədir. Alt-alta yazsaq. Onda bu 2 y-lər gedər. 18x 180. X alaram 10. X-in yerinə 10 qoyanda 130 çıxılsın 2y 90. 2y 40. Y alıram 20. Deməli, onda bu hissə olacaq. X 10-dur 70. Üstəgəl 60. 130. Bu da 90-dır. Bu da 90-dır. Bunlar cəmi 180 verirsə, bunlar da 180 verməlidir ki, 34 bucaqlı 360 olsun. 180-dən də 130-u çıxanda cavab alacam 50 dərəcə.